Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Mehmə Nəşriyyatının ədəbiyyat test toplusundan Kitab-ı Dədə Qorqud eposu mövzusunun testlərinə baxacağıq. İzaha keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək, başlayaq ilk sualdan. Deməli, verilən fikirlərdən neçəsi Basatın Təpəgözü öldürdüyü boya aid edilə bilər? Say soruşur, tək-tək dəqiqliklə baxmalıyıq. Deyir ki, boyda Bayandır xanın dilindən heç bir söz verilmir. Bu səhvdir, çünki Bayandır xanın sənin olsun ifadəsi var. Yəni orada Təpəgözün tapılması zamanı. Deməli, birinci fikir səhvdir. Basat Qapaqqan qocanın verdiyi xəbərdən sonra qardaşının intiqamını almağa gedir. Qapaqqan qocanın özü yox, yoldaşı, qarısının verdiyi xəbər idi, səhvdir. Təpəgözü müdafiə edən üzük qocalar tərəfindən oğurlanır. Belə bir şey yoxdur əsərdə, səhvdir. Aruzun oğlanlarından biri Təpəgözün əlində can ölür, can verir. Qıyam Səlcikdən söhbət gedir, doğrudur. Qamışlıqda olan uşağın xəbərini Oğuz xanın ilxıçısı gətirir. Bəli, doğrudur. 2 dənə fikir cavab B variantı. Basatın Təpəgözü öldürdüyü boyda bağlı verilən fikirlərdən hansı doğrudur? Deməli, A variantı atasının ağlamasına dayana bilməyən Basat qardaşının intiqamını almaq üçün Təpəgözün yanına gedir. Səhvdir, çünki atasının ağlamağına dayana bilmədiyi üçün. Atası ağlayır ki, getmə. Yəni əksinə. Qapaqqan qocanın oğlunun azad edilməsinə səbəb olan Basat onu öz dəstəsinə qatır. Əsərdə belə bir detal ümumiyyətlə keçmir. Səhvdir. Təpəgözün süd qardaşı olduğu biləndən sonra Basatın ona rəhmi gəlir. Xeyr, Basat Təpəgözü öldürür. Basat Təpəgözə deyir ki, başına gələnlər öz etdikləri nəticəsidir. Bunu Təpəgöz özü-özünə deyir. Basatın qələbə xəbərin atasına bunlu və yapaqlı qoca gətirmir. Bəli, Oğuz elinin ilxıçısı gətirir həmin xəbəri. Oğuz elinə bunlu qoca ilə yapaqlı qoca gətirir, amma ki, Aruz qocaya bunlu qoca ilə yapaqlı qoca yox, çapar aparıb çatdırır məlumatı. Cavab E variantı. Üçüncü sualda deməli, Uruzun dustaq olduğu boyda baş verməyən hadisəni seçin. Uruzun dustaq olduğu boyda baş verməyən hadisə. Deməli, Uruzun düşmən əlində əsir olması var. Qazan xanın oğlunun səhvinə görə cəzalandırmaq istəməsi. Qazan xanın oğlu deməli, Uruzun dustaq olduğu boyda Qazan xanın oğlunu səhvinə görə cəzalandırmaq istəməsi. Bilirsiniz hansı Uruz əsir götürüləndə Qazan xanın ətrafındakı bəylər deyir ki, yəqin ki, atasının yanına, anasının yanına qaçıbdı. Uşaq, oğul ürəyi quş ürəyi olar. Belə bir detal var, xatırlayırsınız əsərdə. Bax, o da deyir ki, mən gedərəm, əgər elə bir şey eləyibsə, onu 6 yerə parçalayıb, 6 müxtəlif yerə parçasını ataram. Bax, həmin məqamı nəzərdə tutur B variantında var əsərdə bu. C variantı atasının namusuna görə Uruzun asılmağa gətirilməsi. Baxın, bu Uruzun dustaq olduğu boyda deyil. Bu Qazan xanın evinin yağmalanması boyunda olan detaldır. Cavab C variantı olacaq. Dördüncü sual Salur Qazanın evinin yağmalandığı boyda bu hadisələrdən biri baş vermir. Deməli, A variantı deyir ki, aşağı təbəqədən olan şəxsə müxtəlif vəzifələrin təklif edilməsi bu Qaracı Çobanlı bəylik və əmiraxır olmaq təklif olunur. Var bu. Daha sonra keçək bu tərəfdən. B variantı Qazanda heyfi qaldığını zənn edən düşmən obrazının heyfini ala bilmir. Belə bir detal yoxdur. 2 dənə məqam var buna aid. Biri Qaracı Çoban və qoyunların gətirilməsi məsələsi idi. Digəri isə şərab paylatmaq məsələsidir. Heç birini həyata keçirə bilmirlər. Daha sonra 5-ci sualda Salur Qazanın evinin yağmalanması boyuna aid fikri seçin. Yəni doğru fikri axtarırıq. Köklü Məliklə intiqam almaq üçün Qazan xan onu və ailəsini əsir götürür. Yox, belə bir şey yoxdur, tamamilə yoxdur, səhvdir. Burla Xatunun tanınmaması üçün qadınların biri tədbir görür. Xeyr, Burla Xatun özü tədbir görür. Qazan xan xəbərləşdiklərinin heç birindən məlumat ala bilmir. Səhvdir. Qaracı Çobandan məlumat alır. Uruz kafirdən onu öldürməmələri üçün aman istəyir. Kafirlər də aman verir. Xeyr, ağacla dərdləşməmək üçün aman istəyir. Səhvdir. Boyda düşmən obrazlarının uğursuz sonları təsvir edilib. Bəli, onlar məğlub olur, sonunda da ölürlər. E variantı. Basatın Təpəgözü öldürdüyü boyla deməli uyğunsuzluğu seçin. Basatın Təpəgözü öldürdüyü boyla bağlı uyğunsuzluq. Deməli Təpəgözün barmağına üzük taxır, anası düzdür. Qara Günəni döyüşdə əzir Təpəgöz, bu da düzdür. İntiqam üçün Təpəgözlə qarşılaşır Basat, bu da doğrudur. Basatın insanlar içində yaşamasına səbəb olur Dədə Qorqud, bəli Basat gedir gətirir, doğrudur. 7 dəfə Oğuz elini yerindən qovduğunu yada salır. Köklü Məlik yox, bu Təpəgöz idi. Cavab E variantı. 7-ci sual. Basatın Təpəgözü öldürdüyü boyla bağlı hansı səbəb nəticə əlaqəsi düzgün deyil? Yəni biz səhvi
Axtarırıq. A variantı: Oğuzlar düşmən hücumuna məruz qalır. Aruzun oğlu yolda düşüb qalır. Deməli, Oğuzlar düşmən hücumuna məruz qalır və bu üzgündür. Oğuzlar hücuma məruz qalır. Onlar köçəsi olurlar və köç zamanında Aruzun oğlu yolda düşüb qalır. Bu doğrudur. Biz amma nəyi axtarırıq? Səhvi axtarırıq. Səhv olanı. B variantı: deyir Təpəgözün pərisi, pəri anası onun barmağına bir üzük keçirir. Təpəgöz ox batmaz, qılınc kəsməz olur. Bəli, bu da doğrudur. Buna toxunmuruq. Dədə Qorqud Təpəgözlə danışıq aparır. Gündə 2 adam 500 qoyuna razılaşırlar. Bəli, bu da doğrudur. 2 adam 500 qoyuna razılıq əldə eləyirlər. Doğrudur. D variantı: Basat qarıya bir əsir verir. Qapaqdan kişinin oğlanları xilas olur. Bu səhv olacaq. Səhv olacaq. Niyə? Çünki Qapaqdan qocanın 2 oğlu var idi. Onlardan biri verilmişdi. Artıq qurban olmuşdu. Biri qalırdı. Bax burada yazıb ki, Qapaqdan kişinin oğlanları xilas olur. Biri xilas ola bilər də, hamısı ikisi də xilas ola bilmir axı. Səhv məhz D variantında olacaq. Daha sonra 8-ci sualda Qazan xanın evinin yağmalandığı boya aid doğru fikri seçin. Seçək. Deməli, A variantı: igidlərin Gürcüstan sərhədinə ova gedəcəkləri Qazan xanın dilindən verilir. Yox, bunu Aruz Qoca deyir ki, Gürcüstan sərhədinə ova gedirsən, evin üstündə kim qoyacaqsan? Ona görə bu səhvdir. A variantını sildik. B variantı: kafirin casusu gedib Təkura xəbər verir. Onlar da Oğuz elinə hücum edirlər. Təkura yox, Şöklü Məliyə xəbər verir. Səhvdir. Uruzun yoldaşları yurdu qoruyarkən şəhid olurlar. Uruzun yoldaşları yurdu qoruyarkən şəhid olurlar. Ola bilər bu, doğru kimi düşünülə bilər. Uruzun yoldaşları şəhid olurlar doğrudan da yurdu qoruyarkən. Deməli, bu da düşünülə bilər. Cavab olaraq Qaradı Çoban kafirin nizəsi ilə öz dəyənəyini müqayisə edir. Bu da ola bilər, doğrudur. Qaradı Çobanın yanına gələndə Şöklü Məlik ona bəylik təklif edir. Şöklü Məlik təklif eləmir, Şöklü Məliyin adamları təklif edir. Bu səhvdir. C variantı ilə D variantına bir də göz gəzdirək. Böyle Uruzun yoldaşları yurdu qoruyarkən səhvdir, üzr, səhvdir. Uruzun yoldaşları şəhid olmur axı. Uruzun yoldaşları Uruzla bir yerdə əsir götürürlər. Şəhid olan Sarı Salmaş olur təkcə. Bu da səhvdir. Yerdə qaldı D variantı doğru cavabımız. Daha sonra 9-cu sualda Uruzun dustaq olduğu boya aid cədvəldən uyğunluqları. Yəni doğrunun altından doğru, yanlışın altından da yanlışı seçməliyik. Şöklü Məliyin cəsusu Qazanın ova çıxmasında gəlib ona xəbər verir. Uruzun dustaq olduğu boyda Şöklü Məliyin cəsusu deyil. Yəni Şöklü Məliyə xəbər verilmir, Təkura xəbər verilir. Ona görə bu səhvdir. Qazan xan onun köməyinə gələnin kim olduğunu tanımır. Burla Xatun gəlmişdi, bəli tanımır, doğrudur. Yanlışın altından yanlış. Qazan düşmənin onların üzərində gəlişini dənizə bənzədirdi. Bəli deyir ki, qaralıb gələn həmin o düşməndir. Bu doğrudur, amma yanlışın altındadır. Götürmürəm. Qazan 2 getdim, 1 gəlirəm ifadəsi Uruzun əsir düşməsini təsdiq edirdi. Bunu Qazan demir, onu Burla Xatun deyil, səhvdir. Səhvin altındadır. Deməli 2-4 cavabımız olacaq A variantı. 10-cu sualda Qazan xanın evinin yağmalandığı boya aid doğru fikirləri seçin. Seçək. Deməli, birinci fikir Dədə Qorqud boyda obraz kimi iştirak etmir. Sonda gəlib boy boylayıb soy soylayır. Bunu doğru götürməyəcəm. Boyun razvyaskasında, yəni finalında, nə deyirlər ona? Düyünün açılma nöqtəsində deyək də. Düyünün açılma nöqtəsində boyun razvyaskasında Alpərənin qardaşı şəhid olur. Boyun zavyaskasında şəhid olur. Yəni düyün nöqtəsinin vurulmasında. Alpərənin qardaşı Sarı Salmaş idi. O da əsərin əvvəllərində şəhid olmuşdu. Ona görə bu səhvdir. Kafir Qaradı Çobana Şöklü Məliyin bəylik təklifini gətirmişdi. Şöklü Məlik bəylik təklifi gətirməmiş, göndərməmişdi. Bəylik təklifin onlar özləri Qaradı Çobanı aldatmaq üçün verir. Səhvdir. Dərdli başım sağ olduqca sənə yaxşılıqlar edim. Bu fikri Qazan Qaradı Çobana söyləmir. Bəli, köpəyə söyləyir. Köpək. Qaradı Çobanın köpəyinə deyir. Doğrudur. Dilemma qarşısında qalan obrazlardan biri düşmənin əks qütbə keçmə təklifini qəbul etmir. Bu olsun Qaraca Çoban. Qaraca Çobanla bağlı fikir kimi götürülə bilər bu. Bu nisbətən yox, düppədüz nə olar. Dilemma qarşısında qalmaq. 4-5 cavabımız C variantı. 11-ci sual Uruzun dustaq olduğu boya aid yanlış fikirləri müəyyən edin. Deməli, birincisi, boyun əsas ideyası valideynin üzünə ağ olmamaq lazımdır. Yox, bu səhvdir. Yəni, valideynin üzünə ağ olmamaq lazımdır fikri nə qədər doğrudur əsər üçün. Belə bir şey yoxdur. Yəni hətta əsərdə valideynə qarşı kəskin fikir də var da. Uruz deyir ki, sən mən nə vaxt ova apardın ki? Belə bir detal keçir. İkinci fikirdə deyir ki, Qazan xanın oğlu ilə bağlı qəti qərarı var idi, onu öldürmək istəyirdi. Bunu diş qaçıbdı.
Doğrudur. Götürmürəm. Uruzun əsir düşmə səbəbi atının oxlanması idi. Deyir ki, atı oxlanır və da o piyada qalır. Doğrudur. Uruzun kafirdən aman istəməsi şəxsi həyatının müdafiəsi üçün idi. Xeyr, atasını geri qaytarmaq üçün idi. Səhvdir. Qazan xan boyda yalnız Şöklü Məlik'i öldürür. Şöklü Məlik və Təkuro ikisini öldürdüyü göstərilir. Bu da səhvdir. 4-5 o tərəflərdə biri götürmüşdük. Cavab C variantı. Daha sonra 12-ci sualda Euler-Venn diaqramına əsasən uyğun olan fikri seçin. Uruzun dustaq olduğu boyla Basatın Təpəgözü öldürdüyü boy müqayisə olunubdur. Uyğun olan fikri axtarırıq, ha fikirləri yox. Bir dənə fikrimiz var burada. Deməli, birincisi nəzm parçalarından istifadə olunmuşdur, ortaqdır. Obrazların biri əks tərəfin əlinə düşür, bu da ortaqdır. Basatın Uruzun dustaq olduğu boyda Uruz əsir düşür, Basatın Təpəgözü öldürdüyü boyda Basat Təpəgözü əsir düşür. Daha doğrusu Təpəgöz Basata əsir düşür. Yəni ortaqdır. Bayandur xan obraz kimi iştirak edir, Basat boyunda var, o birisində yoxdur. Səhv, ortaq ola bilməz. Düşmən tərəfindən Oğuzların sıxışdırılması təsvir olunur. Bəli, doğrudur. Basat boyunda Təpəgöz tərəfindən sıxışdırılırlar. Uruzun dustaq olduğu boyda da Şöklü Məlik Təkürün adamları tərəfindən sıxışdırılma nüansı var. Deməli, 4 ortaqdır. Düşmənə qalib gələn obraz iştirak edir. Bəli, Basat var burada. Amma digər tərəfdən də Qazan xan sonda qalib gəlir. Ortaqdır yəni. 6-da Qazan xanın dayısı da boyda iştirak edir. Bu da hər ikisinə aid ortaq fikirdir. Yalnız 4 C variantı. 13-cü sual Dələ Qorqud eposu haqqında verilən fikirlərdən hansı doğrudur? Deməli, A variantı. Eposdakı obrazlar ümumiləşdirilmişdir. Fərdi ilə seçilən obraz yoxdur, səhvdir. Yəni əsərdə xarakter olaraq fərqlənir. Hər bir necə deyək, boyda müəyyən bir obraz xarakter olaraq fərqləndirilir. Səhvdir. B variantında dastanda qoyulan problemlər yalnız həmin dövrü əhatə edir. Xeyr, səhvdir. Vətən müdafiəsi hər zaman aktual mövzudur, problemdir. C. Epos uzun müddət şifahi şəkildə yaşadılsa da yazıya alınma prosesi olmayıbdır. Səhvdir. 14-cü əsrdə yazıya alınıbdır. Hətta hesab olunur ki, həmin 14-cü əsrdə yazıya alınan nümunə də daha əvvəlki nümunələrdən köçürülübdür. Səhvdir. Eposdakı müxtəlif boylarda olan boy, daxili məzmun və ideya onun dastanın ümumi məzmun və ideyasını fərqləndirir. Xeyr, əsərin ümumi ideyasına uyğundur ayrı-ayrı boyların ideyalarda. Xalqın müdafiəsi Oğuz igidlərinin qarşısında duran ən mühüm vəzifə hesab olunurdu. Bəli, doğrudur E variantı. Orada 14-cü sualda Qazan xanın evinin yağmalandığı boyda baş verməyən hadisəni müəyyən edin. Yağmalanma boyundan söhbət gedir. Deməli, A variantı Uruzun düşmənlərə əsir düşməsi düşür. Oğuz igidlərinin Qazan xana köməyə gəlməsi, bəli, sonda köməyə gəlirlər. Uruzun mənəvi dəyərlərə üstünlük verməsi, bəli, ailəsini öz canına qurban verir. Verməyə hazırlaşır, doğrudur. Qazan xanın Qarada Çobana qarşı münasibəti açıq-aşkar görünür əsərdə. Təkürün Qazandan istədiyi heyfi alması, birincisi Təkür yox, Köklü Məlikdən söhbət gedir. İkincisi də istədiyi heyfi ala bilmir o da. Ona görə belə bir hadisə yoxdur, E variantı. 15-ci sualda Basatın Təpəgözü öldürdüyü boyda qarının Basata verdiyi xəbərlərə daxil deyil. Deməli, A variantı Təpəgözün Oğuz elini yalağa köçməyə qoymaması var. Bu fikri əsərdə Qapaqqan qocanın qarısı səsləndirir Basatla üz-üzə gələndə. B variantı Təpəgözün igidlərə qalib gəlməsi bəlidir ki, Aruzu məğlub elədi, Qaragünəni əzdi, qardaşın Qıyan Səlciyi öldürdü var. Qazan xanın düşmən əlində məğlubiyyəti Qazan xanın da məğlubiyyətin deyir, düzdür. Qıyan Səlciyin Təpəgözü məğlub etməsi deyə bilməzdir, çünki Qıyan Səlciy ölür Təpəgözün əlində. Cavab D variantı. Uruzun dustaq olduğu boya aid fikirlər verilibdir. Deməli, Uruzun dustaq olduğu boy Qazan xan düşmənə əsir düşür, səhvdir. Qazan xan düşmənə əsir düşmür. Tamamlayan deyirsin, yəni mən buraya 2 dənə yanlış fikir seçməliyəm. Seçək. Birincisi, Qazan xan oğlunun gələcəyindən narahatlıq keçirir. Bəli, var, doğrudur, götürmürəm. Burla xatun oğlunu xilas etməyə tək başına gedir. Xeyr, deyir ki, 40 incəbelli qızla bir yerdə gedir. Səhvdir, götürürəm. Üçüncü fikir, Qazanın gəlişindən kafirlər təlaşa düşürlər və onu geri qaytarmaq üçün Uruzdan istifadə edirlər. Səhvdir. Kafirlər təlaşa düşmür. Bu bir. İkincisi, Uruz da özü deyir ki, mən gedib atamdan danışım. Ona görə 3-ü götürək. Yanlışdır. 4. Qazan xanın Uruzdan başqa övladının da olduğu aydınlaşır. Bəli, Uruz deyir ki, bacımı ağlar, qoyma, belə bir detalda keçir. Doğrudur. 2-3 yanlış fikirlərdir. Cavab D variantı. Uruzun dustaq olduğu boyla Basatın Təpəgözü öldürdüyü boyun müqayisəsidir. Deməli, bizdən nə istəyir? Uyğun olan fikirləri seçək. Deməli, birinci fikir, övladına görə narahatlıq keçirən ata obrazı canlandırılıb. Bəli, var. Amma Basatın Təpəgözü öldürdüyü boyda da Aruz obrazına aiddir bu fikir. Biri götürmürəm, ortaqdır.
2. Qazan xan düşmənlə mübarizənin sonunda düşməni öldürür. Düşmənlə mübarizənin sonunda düşməni öldürür. Bu doğrudur. Doğrudur. 2-ni götürərəm. Öldürür düşməni. Daha sonra 3 ortaq fikir kimi verilibdir. Deyir ki, Dədə Qorqud igidlərdən birinə ad verir. Bu ortaq olaraq götürülə bilməz. Bu Basatın Təpəgözü öldürdüyü boyda Basata aid edilə bilər, amma ki Uruz boyunda yoxdur belə bir detal. Dördüncü fikir, Oğuz elinin başçısı döyüşlərdə iştirak etmir. Bəli, Bayandur xandan söhbət gedir. Əsərdə obraz olaraq keçir, amma döyüşlərdə iştirak etmir. Doğrudur, ortaqdır. 5. Obrazlardan birində qarşı inamsızlıq özünü göstərir. Bəli, Basatın Təpəgözü öldürdüyü boyda Qazan xanın Basata inamsızlığını görürük. Həmçinin də Qazan xanla Uruzun dustaq olduğu boyda da Qazan xanın Uruza da inamsızlığı var. Yəni bu fikir ortaq fikirdir. 6. Hadisələrin əsas iştirakçısı Oğuz elinin sərkərdəsi olan Qazan deyildi. Bəli, Basat boyunda Qazan əsas iştirakçısı deyildi. 2, 4, 6 A variantı. 18-ci sual Qazanın evinin yağmalanma boyuna aid cədvəldən uyğunluqları seçin. Yəni doğrunun altından doğru, yanlışın altından yanlış. Qazan xan Qaraca çobanı özü ilə aparmağı qüruruna sığışdırmır. Bəli, doğrudur. Burla Xatun kafirin bayrağını qılınclayır. Bu Uruzun dustaq olduğu boydadır. Burada Qaragünə qılınclayır. 3. Yanlış seçirik. Obrazlardan birinə iki müxtəlif təklif edilir. Bu Qaraca çobanı idi. Bəylik və əmiraxır olmaq təklif edilir. 4. Boyda ilk qara qayğılı yuxunu Qazan xan görür. Xeyr, görən Qaraca çoban idi. 1-4 cavab C variantı. 19 Təpəgöz boyu ilə bağlı deyir ki, hansı hadisə Təpəgözün günbəzə göndərməsindən sonra baş verir? Bu sadəcə ardıcıllıqdır, əsərin ardıcılığı. Bununla bağlı birbaşa cavab verəcəyəm. Çünki dediyim kimi burada ardıcıllıqda sırf əsəri dəqiqliklə bilmək tələb olunur. Deməli deyir ki, Təpəgözün Basatı günbəzə göndərməsindən sonra baş verir. Basatın qoyunların olduğu yerə getməsi hələ bu əvvəldir. Yəni bir gedib çıxsın ora. Təpəgözdən Basatın aman diləməsi, Təpəgözdən Basatın aman diləməsi. Belə bir detal ümumiyyətlə əsərdə yoxdur. Sonra Basatın qılınc olan mağaraya getməsi bu ən sonuncu olunan addımdır. Ona görə cavabımız məhz C variantı olacaq. Çünki günbəzə göndərilməsindən sonra qılınc olan mağaraya gedib qılıncı götürür və qınsız qılıncla Təpəgözü öldürür. Cavabımız məhz C variantı olacaq. Daha sonra 20-ci sual. Qazan xanın evinin yağmalanması boyuna əsasən hadisələrin ardıcıllığını müəyyən edir. Birincisi, Qazan xanın düşmən üzərinə getməsi, hələ yağmalanma boyunda düşmən üzərinə getməzdən əvvəl nə qədər hadisə var. Burada xatunun tədbir görməsi, Qaraca çobanın Qazana xəbər verməsi, aha bu ən əvvəldə hələ ki. Qazanın anasını istəməsi bu sondadır. Uruzun kafirdən aman diləməsi bu da sondadır. Deməli, bizim başlanğıc rəqəmimiz 3 olacaq. Ona görə digər variantları silirəm. Çünki 3 ən əvvəldə baş verən hadisədir. 3. Daha sonra 1 olacaq. Qazan xan düşmən üstünə gedir. Sonra düşmən üstünə yola düşəndən sonra əsərdə düşmən üstünə yola düşəndən bunlar buradan yola düşür. Digər tərəfdən də əsərdə Burla xatunla danışmağa başlayırlar. Burla xatunun tədbir görməsini görürük əsərdə biz onun ardınca. Daha sonra Uruzun kafirdən aman istəməsi var, gedib ağacla dərdləşmək üçün. Ağacla dərdləşdiyi əsnada da Qazan xan gəlir. Qazan xan gəlir. Ona görə 5 və nəhayət sonda da 4 olacaq. 3, 1, 2, 5, 4, yəni cavabımız A variantı olacaq. 21-ci sualda deyir ki, hansı rəqəmlərin yeri dəyişdirilsə, Qazan xanın evinin yağmalanması boyundakı obrazlarla bağlı uyğunluq bərpa olunar. Deməli, bəylərə ova getməyi təklif edir Qazan, düzdür. Kafirin nizəsi ilə öz dəyənəyini müqayisə edir. Bu Qaraca çobandır. Təbii ki, bu avtomatik 3-ü seçəcəyimiz 3 keçməlidir bura. Daha sonra Bayandur xanın kürəkəni, Uruzun atası, Qaragünənin qardaşı, Qarabudağın qaynatasıdır. Bəli, doğrudur, yerindədir. Şöklü Məliyin başını kəsir, bu da doğrudur, yerindədir. Keçək sağ tərəfdən indi. Vuruşmasın deyə düşmənlər ona bəylik təklif edir. Bəli, doğrudur. Qardaşına yuxusunu yozdurur. Bu Qazan xandır. Yuxusunu Qaragünəyə yozdurur. Söz tapdıq 3 ilə 4-ün yeri dəyişməlidir. Cavab A variantı. 22-ci sualda Basatın Təpəgözü öldürdüyü boy haqqında səhv fikri istəyir. Basat Dəli Dondazın əmisidir. Bəli, Qıyan Səlci ilə Basat qardaşdır. Dəli Dondaz da Qıyan Səlciyin oğludur. Yəni istər-istəməz Basat Dəli Dondazın əmisi olur. Doğrudur bu fikir. 2 B variantı. Təpəgözü evinə gətirən, evdən qovan aruz olur. Bəli, evinə gətirir, sonra da məcbur qovur. Bunlar doğrudur. Sehrli üzüyü Təpəgöz də Basatda barmağına taxır. Bəli, biz əsərdə Təpəgöz Basatı ələ keçirmək üçün müxtəlif yalanlar, hilələr uydurur. Bir deməz həmin o üzük məsələsi idi. Doğrudur.
Arzu məsləhəti ilə Bunlu Qoca ilə Yapaqlı Qoca Təpəgözün yanına göndərilir. Səhvdir. Bu Dədə Qorqudun məsləhətidir. Cavab D variantı. 23-cü sualda Uruzun dustaq olduğu boya əsasən doğru fikirləri axtarırıq. A variantı deyir ki, Burla Xatun oğlu üçün atasından qoşun istəyir, atasından qoşun istəyir. Bu Qazan xanla dialoqunda deyir ki, atamdan lap qoşun istəyir. Mən bunu dilə gətirirəm, amma gedib atasından qoşun istəmir. Bu səhvdir. B variantı Burla Xatun övladı olsa belə Uruzun yerini tutmayacağını düşünür. E, Səhvdir. Təbii ki, səhvdir. Bunu əslində Uruzun dilindən verilən fikir var ki, mən olmasam da sizin övladınız olar. Belə fikirlər səsləndirilir. Yəni B variantı bizim cavabımız ola bilməz. Daha sonra C variantı Qazan kafirlərə tək döyüşüb qalib gəlir. Səhvdir, tək döyüşəndə qalib gələ bilmir. 3 dəfə hücum edir, məğlub olur. D variantı Uruzun qılıncını tapan Qazan əsir olduğuna əmin olur. Qılıncını tapanda yox, sonda bir qamçısını, qızıl dəstəkli qamçısını tapır. Bundan sonra əminliyi tam olur. Bu səhvdir. Daha sonra hətta əsərdə gəlir yoldaşı ilə xəbərləşir. Orada da göstərilir ki, Qazan xan artıq bir fikirləşir ki, oğlu əsir düşüb gedir axtarmağa. E variantı Uruz elə ilk ovunduca əsir düşür. Təbii ki, düppədüz E variantı. Basatın Təpəgözü öldürdüyü boyla bağlı doğru fikri seçirik. Səbəb nəticə verilibdir. Uyğun olanı axtarırıq. Deməli, A variantı Dədə Qorqud Təpəgözün təklifi ilə razılaşır. Xeyr, razılaşmır. Bu ümumiyyətlə səhvdir. Dədə Qorqud təkliflə razılaşmır. Özü yeni təklif verir. B variantı Təpəgözün pəri anası onun barmağına üzüyü keçirir. Doğru, Təpəgöz artıq insanlara zərər verməyə başlayır. Xeyr, zaten zərər verirdi. C variantı Basat Təpəgözün yaşadığı yerə gəlir. Təpəgöz onu bişirsinlər deyə Basatı qocalara verir. Bəli, deyir ki, Oğuz elindən yeni bir quzu gəlibdir. Bunu da günorta üçün bişirin. C variantı. 25. Uruzun dustağı olduğu boya aid deyil. Yəni səhv fikirləri axtarırıq. Deməli, birincisi Burla Xatunun kafir bayrağını yerə salması, bəli, var. Qazan xanın Burla Xatunu tanımaması, bəli, var. Hətta ona igid deyə müraciət edir. Kafirlə döyüşdə Qazan xanın gözündən zədələnməsi 3-cü hücumunda gözündən zədələnir, var. Kafirlərin Dərbənddə Qazan xanın qoyun sürünüsünə hücum etməsi bu yağmalanma boyundadır. Kafirlərin Burla Xatuna şərəf paylatmaq istəsi bu da yağmalanma boyundadır. Cavab A variantı. 26-cı sual deyir ki, Dədə Qorqud eposu haqqında verilənlərdən doğru fikri seçin. Seçək. Deməli, A variantı dastanda əxlaqi dəyərlərə münasibət düşmən obrazları simasında təbliğ edilir. Təbii ki, səhvdir. Düşmənlər əxlaq ünsürü deyildilər. Epos təkcə dilimizi, tariximizi öyrənmək üçün etibarlı mənbədir. Dilimizi, tariximizi, xalqımızın psixologiyasını, adət-ənənələri, müxtəlif şeylər öyrənmək olar. Səhvdir. Qəhrəmanlıq dastanı olan bu eposda mübaliğə, litota kimi təsvir vasitələrində geniş yer verilibdir. Düzdür, mübaliğə, litota var, amma onlar təsviri yox, ifadə vasitəsidir. Oğuz igidləri fərdi xüsusiyyətləri ilə deyil, ümumiləşmiş xüsusiyyətləri ilə seçilir. Oğuz igidləri özlərinin fərdi xüsusiyyətləri ilə seçilir. Bu səhvdir. Dastanın müxtəlif boylarında qoyulan problemlər hər dövr üçün aktualdır. Bəli, doğrudur. 27. Salur Qazanın evinin yağmalandığı boya əsasən cədvəldən uyğun fikirləri müəyyən eləyin. Doğrunun altından doğru, yanlışın altından yanlışları seçəcəyik. Deməli, birincisi Qaracı Çobanın qardaşları yurdu qoruyarkən şəhid olurlar. Yurdu qoruyarkən şəhid olurlar deyə bilmərik. Onlar qoyunları aparmağa gəlmişdilər. Yəni yurddan daha çox qoyunları qoruyanda bir növ şəhid olurlar. Ona görə bu səhvdir. Qazan xan ailəsi və yurdu ilə imtahan olunur. Təbii ki, doğrudur. Yanlışın altından yanlışları seçməliyik. 3. Deməli, Qaracı Çoban kafirin qılıncı ilə öz çomağını müqayisə edir. Bəli, doğrudur. Götürmürəm bunu. Düşmən obraz Uruzu müəyyən etmək üçün Burla Xatundan istifadəni təklif edir. Deməli, düşmən obraz Uruzu müəyyən etmək üçün yox. Uruzu müəyyən etmişdilər. Uruz əllərində idi zaten. Burla Xatunu müəyyən eləməyə çalışırdılar. Burla Xatunun kim olduğunu müəyyən eləyib və ona şərəf paylatmaq istəyirdilər. Uruzu zaten müəyyən eləmişdilər. Bu səhvdir. 2-4 C variantı. 28-ci sualda Basatın Təpəgözü öldürdüyü boya əsasən hadisə və nəticə cədvəlindəki yanlışı müəyyən eləyin. A variantı Təpəgöz yeməklərini bişirmək üçün adam istəyir. Dədə Qorqud Bunlu Qoca və Yapaqlı Qocanı məsləhət görür. Düzdür. Qapaqqan kişinin arvadı Basata qardaşının ölüm xəbərini verir. Basat qardaşının intiqamını almaq üçün hazırlaşır. Düzdür bu da. Basat Təpəgözün zəif yerinin gözü olduğunu öyrənir. Qılıncı çıxarıb Təpəgözün gözünə basır və gözünü çıxarır. Basat Təpəgözün zəif yerinin gözü olduğunu öyrənir. Burada belə bir nüans var ki, bir əsərdə görürük ki, qılıncı yox, süngüsünü qızdırır.
Ondan sonra öyrənir. Və elə ki, Təpəgöz orada olmur. Təpəgöz qocalardan bu məlumatı öyrənir. Öyrənir. Təpəgöz gəlir, yatır, bu da süngüsünü qızdırır və onun gözünü çıxarır. Amma burada o detala toxunublar, yoxsa toxunmayıblar bilmirəm də indi. Burada çox güman ki, səhv bunu götürə bilərlər. Çünki qılınc yox, süngüsü ilə eləyir bunu. Daha sonra deyə də baxaq. Aruz qoca ikinci övladını da itirməsin deyə ağlayır. Basat atasının göz yaşları məhəl qoymur. Qardaşın qisasını almağa gedir. Bu doğrudur. Qazan xan Təpəgözün əlində məğlub olmuşdu. Basatın ona qalib gələcəyinə şübhə ilə yanaşır, inanmırdı. Bu da doğrudur. Dediyim kimi burada qılınc yox, süngü sözünə görə bu səhv götürülübdür yəqin ki. C variantı. Daha sonra 29-cu sualda deməli, uyğun fikirlərlə klasteri tamamlayın. Uruz təklif edir ki, ova getsinlər. Bu yanlışdır. Uruzun belə təklifi yoxdur. Ova getmək təklifi Qazanxanın. Uruz deyir ki, məni nə vaxt apardın ki? O deyir ki, onda gedək. Ova getmək lazımdır. Deməli, bu fikir səhv fikirdir və biz səhv fikirləri davam etdirməliyik ki, cavabı tapa bilək. Deməli, baxaq birinci fikrə. Birinci fikirdə deyir ki, Burla Xatun Qazanın ovdan gec gəldiyini görüb Qazanın ardınca onu axtarmağa gedir. Ovdan gec gəldiyini gördüyü üçün getmir. Ovdan gəlir. Sadəcə oğlu yanında yox idi, onun ardınca gedir sonradan. Bu səhvdir. Ona görə biri götürürəm. 2. Uruz atasının sözünə qulaq asır, əvvəlcə döyüşə girmir. Doğru, var əsərdə bu. 3. Deyir ki, Qazan xan oğlunu xilas etmək üçün gəlsə də Uruz onun geri qayıtmasını istəyir. Bu da doğrudur ki, geri qaytarmağa çalışır Uruz onu. Kafirin Uruz'a verdiyi zülmü görəndə Qazan xan düşmənin üzərinə hücuma keçir. Hücuma keçməyinin səbəbi oğluna əziyyət verilməsi deyildi. Oğlunu xilas etmək səbəbi idi. Oğlunu xilas etmək istəyirdi. Həmçinin bundan da əlavə, bundan da əlavə. O gəlir düşmənin üstünə. Uruz gedir ondan danışmağa, geri qaytarmaq üçün. Yəni bu səhvdir. 1 ilə 4 olmalıdır B variantı. 30-cu sualda deyir ki, Uruzun dustaq olduğu boyla Qazan xan evinin yağmalanması boyunu müqayisə eləyin. Eləyək. Deməli, birinci fikir, əsərin sonunda bayrağı qılınclayıb yerə salırlar, ortaqdır. Qazan xanın ailəsində bir nəfər əsir düşür. Uruzun dustaq olduğu boyda, bəli, bir nəfər əsir düşür. Baxın, düşünərsiniz yağmalanma boyuna da aid. Yağmalanma boyunda bir nəfər əsir düşməmişdi. Onun anası da əsir düşmüşdü, oğlu da əsir düşmüşdü, yoldaşı da əsir düşmüşdü. Yəni bir nəfər deyildi. Ona görə bu bir nəfər fikri doğrudur. Üçüncü fikir, Qazan xanın ova getməsinin kafirin casusu Şöklü Məliyə xəbər verir. Ortaq kimi götürülə bilməz bu. Niyə? Çünki dustaq olduğu boyda Şöklü Məliyə yox, Təkura xəbər verirlər. 4. Uruz döyüş səhnəsində iştirak eləyir. Uruzun dustaq olduğu boyda iştirak eləyir. Yağmalama boyunda iştirak eləyir və məğlub olur, əsir götürülür. Yəni ki, 4-ü götürək. 5. Burla Xatun oğlunun ovdan gəlişi üçün hazırlıq görür. Yağmalama boyunda deyil, o birisində dustaq olduğu boydadır. 6-da deyir ki, Uruz ağacla əlləşmək üçün kafirdən aman istəyir. Bəli, bu da doğrudur. 2, 4, 6 cavab olmalıdır. C variantı. 31-ci sual deyir ki, Uruzun dustaq olduğu boya əsasən yanlış fikri müəyyən edin. Edək. A variantı, Uruzun əsir götürülməsinə səbəb atının oxlanması və igidlərin həlak olmasıdır. Doğru. Doğrudur bu. Boyda Dəlil Tondaz 24 Oğuz elini tərif edən obraz kimi mənalandırılır. Bəli, bu da doğrudur. Var əsərdə bu keçir. C variantı, Qazan xan bəylərin fikrindən sonra oğlunun qaçdığını zənn edir. Doğrudur bu da. Bəylər deyirlər, Qazan xan birinci oğlunu tapa bilmir, şübhələnmir ki, o geri qayıtmış ola bilər. Bəylər deyir ki, oğul ürəyi quş ürəyi olar, yəqin ki, anasının yanına qaçıbdı. Yəni bu doğrudur. Burada xatun oğlunun ilk ovu olduğu üçün hazırlıq görür. Bu da doğrudur. Hazırlıq görmüşdü, amma oğlu geri qayıtmır. Oğlunun atını tapandan sonra Qazan xan oğlunun ölmədiyinə şübhə ilə yanaşır. Oğlunun atını yox, qamçısını tapandan sonra bu nüans olur. Ona görə bu yanlışdır. Deməli, 32-ci sual deyir ki, Salur Qazanın evinin yağmalandığı boyla bağlı doğru fikri seçin. Seçək. Düşmənlər Uruza atası ilə danışmaq üçün icazə verir. Düşmənlər yağmalama boyunda belə bir şey yoxdur axı. Bu dustaq olduğu boydadır. Burlaq Xatun oğul dağı yaşayır, Uruza verilən əzablara şahid olur. Burlaq Xatun oğul dağı yaşayır. Oğul dağı yaşamaq, yəni ölmək deməkdirsə bu səhvdir. Uruza verilən əzablara şahid olur. Uruzu asmaq istəyirdilər, amma ki asmırlar da, yəni bunu doğru götürməyək biz. Çünki asmırlar.
C variantında deyir ki, Burla Xatun Qazan xana köməyə gəlir. Bu yağmalanma boyunda yox, digər boydadır. Qara Çoban qardaşlarının intiqamını almaq üçün kafir qoşunu tək başına hücum edir. Xeyr, tək başına hücum etməmişdi, səhvdir. Boyda Qazan bəyə ilk köməyə çatan qardaşı olur. Bəli, Qaragünə ilk köməyə çatan idi. Doğru fikir məhz E variantıdır. 33-cü sualda Basatın Təpəgözü öldürdüyü boya əsasən yanlış fikri istəyir. Tapaq. Deməli, A variantı deyir ki, Oğuz xanın ilxıçısı Şirin yanında böyüyən uşaqdan xəbər verir. Oğuz xanın ilxıçısı bəli doğrudur. Doğrudur, gəlib xəbər verir. B variantı Təpəgöz Oğuz igidlərindən bəzilərini öldürmüşdü. Bəli, doğrudur. Məsələn, Qıyan Səlciyi öldürmüşdü elə. Dədə Qorqud Basata ad verib insanlar içində qalmasını söyləyir. Bu da doğrudur. Basata ad verən Dədə Qorquddur. Basatın Təpəgözü məğlub edəcəyinə Qazan xan inanmırdı. Bəli, deyir ki, mən məğlub olmuşamsa o da qalib gələ bilməz. Doğrudur. Basat Bunlu Qoca ilə Yapaqlı Qocanın atasına müjdəçi göndərir. Səhvdir. Niyə səhvdir? Çünki Oğuz elinə xəbər gətirən Bunlu Qoca ilə Yapaqlı Qocadır. Amma atasına xəbər verən Çapar idi. Cavab E variantı. 34-cü sualda Basatın Təpəgözü öldürdüyü boyla bağlı verilən fikirlərdən hansı doğrudur? Deməli, atasının ağlamasına dayana bilməyən Basat qardaşının intiqamını almaq üçün Təpəgözün yanına gedir, səhvdir. Atası getmə deyə yalvarırdı. Qapaqdan qocanın oğlunun azad edilməsinə səbəb olan Basat onu öz dəstəsinə qatır, yenə səhvdir. Bayaq da belə bir fikir vardı, səhvdir. Təpəgözün süd qardaşı oğlunun olduğunu biləndən sonra Basatın ona rəhmi gəlir. Deyəsən, hətta eyni sualdır. Səhvdir bu da. Basat Təpəgözə deyir ki, başına gələnlər öz etdiklərinin nəticəsidir. Bunu Təpəgöz özü düşünür. Bu da səhvdir, eyni sualdır. Basatın qələbə xəbərini atasına Bunlu Qoca və Yapaqlı Qoca gətirmir. Bəli, doğrudur. Çapar gətirmişdi. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda baş vermiş hansı hadisə? Qazanın o kafirin atdığı 3 oxdan biri boşa çıxmaz ovçusu olur sözlərindən sonra baş verir. Bu ov zamanı düşmənlərin ona hücum etməsi zamanı olan hadisədir. Deməli, birincisi Uruz atasından yağının nə olduğunu soruşur. Bu əvvəldədir. Uruz atası puskuda durmağı tapşırır. Bəli, bu sonrasındadır. O, bu düşmənin kim olduğunu izah edir. Sonra deyir, sən puskuda dayan, biz üz döyüşək. Uruzun atı oxlanır. Bəli, bu da həmin hadisədən sonra hadisədir. Uruzun fikri atasını ova getməyə məcbur edir. Bu lap əvvəldir. Bu da deyil cavabımız 2-3 B variantı. 36-cı sualda qaranlıq axşam olanda qayğılı çoban, qarla yağış yağanda ocaqlı çoban, səsimi anla, sözümü dinlə, bunu Qazan xan deyir. Doğrunu axtarırıq, yanlışı axtarırıq. Deməli, birincisi bu sözlər çobana ünvanlanandan sonra Qazan xan tərəfindən çobana vəzifə təklifi edilir. Bəli, ondan sonrakı məqamda təklif olunur. Doğrudur. Sırf həmin anın ardınca demir, deyir ondan sonra. Doğrudur. Doğrunu götürək. Çobana müraciət edən obraz ona bəylik söz verir. Bəylik söz verən düşmənlər idi. Səhvdir. Yanlışın altından buradan yanlışları seçirik. Deməli, Qazan xan ovda olarkən əsərin bu hissəsi baş verir. Qazan xan ovda olarkən baş verir. Xeyr, ovda olarkən baş vermir axı bu. Qazan xan ovdan gəlir Qara Çobanın yanına, Qara Çobandan söhbət eləyəndə baş verir məhz bu məqam. Səhvdir bu da, bunu götürək. 4. Bu müraciətin məqsədi çobandan məlumat almaq idi. Doğrudur, götürmürəm. 1-3 E variantı. 37-ci sual Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda belə bir hadisə baş vermir. Ata sözündən çıxmaq. Bəli, Uruz çıxır. Oğlun ataya tövsiyəsi. Oğul deyir ki, var burada oğul mu atanı atadan öyrənər, ata mı oğuldan öyrənər? Belə bir detal var, bu da baş verir. Kafirin təkura xəbər aparması, kafirin təkura xəbər aparması, bəli, bu da var. Oğlun yağı kəlməsini izah etməsi, oğul izah etmir, ata izah edir. Səhvdir, D variantı. 38-ci sualda yağmalama boyunla Uruzun dustaq olduğu boyun müqayisəsini görürük. Deməli, 1. Qazan xanın övladı təhlükə qarşısında qalır. Bu ortaqdır. 2. Qazan xan yurda geri qayıdarkən tək başına gəlir. Yağmalama boyunda yurda geri qayıdarkən bəli tək başına gəlir. Doğrudur bu. Qazan bəyin oğlu Uruzun dustaq olduğu boyda yurda geri qayıdarkən bəylərlə bir yerdə qayıtmışdı. Doğrudur bu. Keçək sağ tərəfdən B variantı. Qaragünə qardaşının yuxusunu yozmağa çalışsa da tam yoza bilmir. Uruzun dustaq olduğu boyda deyil bu. Birinci boydadır. Hadisələrin gedişində Qazan xan aparıcı obraz kimi çıxış edir. Bu da ortaqdır. Bunu da ötürürəm. 5. Valideyn narahatlığına yer verilən bu boyun müstəqil süjet xətti var. Bəli, hər ikisində aiddir bu. Burla Xatun hadisələrin gedişində iştirak edir. Bu da hər ikisində mövcuddur. 2, 5, 6 cavab olmalıdır. B variantı. 39-cu sualda deyir ki, Dədə Qorqud eposunda bədii həlli verilmiş problemlərə aid olanları müəyyən edin. Edək. Birincisi, doğma yurda vətənə sevgi hissinin yaradılması. Bəli, Dədə Qorqudda əsas məsələlərdən biri budur.
İnsanların İslam adət-ənənələrinə tabe edilməsi, orada şərab içmək nüansları var idi, səhvdir. Millətçilik düşüncəsinin dövlətdən kənarda yayılması, burada Oğuz eli, Oğuz dövləti var idi. Dövlətdən kənarda məsələsi qabardılmır. Sabit yaşayış məkanı var idi. Düşmən qabağında dayana bilən gənclərin tərbiyə edilməsi, bəli, bu doğrudur. Dədə Qorquda aiddir. Adət-ənənələrin qorunub saxlanılması, bəli, bu da Dədə Qorquda aid fikirdir. 1, 4, 5 cavab olmalıdır. C variantı. 40-cı sual Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyla bağlı verilmiş fikirlərdən neçəsi yanlışdır? Yenə də sayaq. Deməli, birinci əsirlikdə olan Uruz namussuz yaşamaqdansa ölümü üstün tutur. Bu əsərlə bağlı deyil, bu yanlışdır. Uruz dustaq olanda Qazan xanın xəbəri olmur, düşmən asıldığını zənn edib geri qayıdır. Uruz dustaq olanda Qazan xanın xəbəri olmur, doğrur, dustaqlığa gedir, geri qayıdır, düşünür ki, evə gedibdir. Doğrudur bu. Uruz atasını geri qaytarmaq, razı salmaq üçün onunla danışır. Bu danışıqda anasına olan fikirlər də var, doğrudur. Uruzun düşüncəsinə görə ata, oğul, ata, xalq, millət üçün ad qazanar, onun qeyrəti üçün yolun qurşunar. Necə? Oğul, ata, bu nəsə problemli fikirdir. Dayan görək. Uruzun dəstəsi Uruz görə döyüşə bilmir. Çox güman ki, bunlar səhv fikir kimi götürəcəklər. Çünki burada ümumiyyətlə anlaşılmır nə yazıldığı tam dəqiq fikir çatdıra bilməyiblər. Az da olsa bu sualda qüsur var. Dəqiq, yəni ona görə dəqiq deyə bilməyəcəm cavabına götürülübdür. Çünki burada bu fikirlər tam olaraq anlaşılmır nə deyildiyi. Ona görə dəqiq cavabı burada müəyyən etmək olmayacaq. İzahın davamı növbəti videoda olacaq. Sağ olun.